Yadınıza düşür o gözəl xanımda O da. gözəl xanımda da. Ona Emin Musayev yazmışdı sözlərini. Yəni Emin bütöv Musayev buradan yazılmışdı. salamlayırıq. Mən də Özü də salamlayıram. şəhid oğludur. Allah onun Mənim atasına bacı gəldi oğlumdur. rəhmət elə. Bəndləri də Bəndlərini Vüqar düzəltdi. Əbilov yazdı. Amma efirdə dedi ki, bəs bunu mən yazmışam, o da Eminə təsir elədi. Çünki kişinin orada əsas dəstxət Emin qoymuşdu da. Onun bəndləri də Emin yazmışdı. Sonra Vüqar dəyişəndən sonra artıq başladı bu problemlər ki, o dedi mənim İkisinin də əməyi vardı amma. bütülək. Əslində kök O Emin gözəl Musayevdir. xanımdır, o mənim canımdır. Eminin ya sözləri. Mən onun xəstəsi, o da dərmanımdır. Bax, bu Eminin sözləridir. Bəli. Bəndləri də yazıb Vüqar Vüqar. Əbdulov yazıb, bəli. Yəqin bilirsiniz, türk sənət musiqisində Azərbaycandan cəmi 2 mahnı oxunub. Şəfiqə xanımın nədən oldu, bir də Nədən oldu? Daşlı Qala. Və üçüncü bizim bu mahnıdır ki, onlar türk xalq çağı alətləri ilə hər gün... Sənət müziği. Bəli, bəli, bunu oxuyurlar orada. Orada da qeyd edirlər. Orada da qeyd edirlər ki, musiqi Ruslan Səfəroğlu, sözlər Emin Musayev, Vüqar Əbdulov. Bu belə qeyd edilir. İkisinin adı yazılır. Bəli, TRT avazda hər gün verirlər ki... Bəs repertuar kimin yazmırlar? Kimin repertuarından seviblər o mahnını yazmırlar? Nuri Sərinləndiricinin adı yazılır. Ben de ondan məhkəmə verəcəm. Bəli. Nurin da adı yazılır. Çünki mahnı yazılır, bəstələnir. Balanızdır da, siz onu yaradırsınız. Sözlər yazılır. Bu tamamlanır. Amma bunun ifadan çox şey asılır.